Salam əziz tələbələr, bugün sizlərlə birlikdə qəbul tipli 15 sualın izahına baxacağıq. Çox vaxt itirmədən keçid alaq ilk sualımıza. Amma ilk sualımıza keçid almazdan öncə bunu bilək ki, ümumiyyətlə bir sual tapmaq üçün nə etmək lazımdır? Əlbəttə, hər hansı bir fəndən, məntiqdən, informatikadan və ya başqa bir fəndən sualın cavabını biz tapmağımız üçün ilk öncə sual bizdən nə istəyir, onu tam aydın şəkildə başa düşməliyik. Ona görə ilk öncə bütün sualların şərtini düzgün bir şəkildə oxuyub, qavramaq lazımdır, sualı analiz eləmək lazımdır, ondan sonra keçmək lazımdır sualın həllinə. Yəni, bir çox hallarda birbaşa sualın həllinə keçməyə çalışırsınız deyə çox səhvlər edə bilirsiniz. Ona görə baxırıq birinci sualımıza. Birinci sualımıza görə ardıcıllıq sualıdır. Yəni, bizə ədədlər verilib sırayla. Ondan sonra növbəti 2 ədədi soruşur. Ardıcıllıq sualına necə yanaşırıq? Ardıcıllıq sualına yanaşanda görürük ki, 75, sonra 65 gəlib. Yəni, azalıb, 10 vahid azalıb. Sonra yenə azalıb, amma daha çox azalıb. Gördüyümüz kimi 63 azalıb. Sonra yenə birdən artır, azalır, azalır, artır. Azalır, artır. Yəni, görürük ki, burada biz düz bir şəkildə gedəmirik. Azalıb, artma var. Yəni, bu şəkildə olanda, yəni, hamısı azala-azala getsəydi bu şəkildə və ya hamısı arta-arta getsəydi, biz deyərdik ki, bunlara elə düz bir şəkildə baxaq. Necə düz? 75-dən 65, 65-dən 2, 2-dən 55, belə ala-ala gedək. Yəni, birincidən 2, ikincidən 3, 3-dən 4, bu şəkildə. Amma burada görürük ki, azalıb artma var deyə deyirik, burada qruplaşdırma var. İndi bunları necə qruplaşdıraq? Görəm 2-2 qruplaşdırsam, yəni sanki 75-dən 2-ni, sonra 2-dən 45-i, 45-dən 35-i ala-ala getsə, yenə görürəm 75-dən 2 almaq üçün azalıb, artıb, azalıb, artıb, yenə uyğun gəlmir. 3-3 baxsam ki, bundan o ayanı verə bilməz, yəni 4-4 indiyə qədər olmayıb. Maksimum 2-2, bir də 3-3 qruplaşdırma ola bilib. Yəni 3-3 nə deməkdir? Birinci ilə 4-cü, sonra 7-ci, 10-cu bu şəkildə. İkinci ilə 5, 8, 11, üçüncü ilə də 6, 9, 12. Yəni bu şəkildə qruplaşdırıb baxırıq. İndi bu şəkildə baxsaq, 75-dən 55, 55-dən 35, 35-dən 15. Görəm, amma burada rahat bir şəkildə qanun uyğunluq var. Nədən ibarətdir? 20-20 azalır, düzdür? Bundan sonra da bura gəlməlidir. Yəni, sual işarəsinin yerinə olan ədədlər bu ardıcıllıqdan alınmayıb. Sonra ikinci ardıcılığa baxıram. 2, 5, 8, 11 dedikdə 25, bir də gəlir, düşür birinci sualın üstünə. Görəm, 65-dən 45 almaq üçün yenə 20 azalıb, 45-dən 25 almaq üçün yenə 20 azalıb, 25-dən də sual işarəsini almaq üçün yenə 20 azalmalıdır, yəni olmalıdır neçə? 5. Baxıram, variantlardan da artıq 3 variant gedib, qalıb B ilə C. Yerdə qalan ədədlərdən demək 2-dən almalıdır. Rəngi siz dəyişək, rahat görsənsin. 2-dən almalıdır 10, 10-dan almalıdır 50, 50-dən də almalıdır sual. 2-dən 10, 10-dan 50. Eyni yolla necə ala bilər? Əlbəttə 5-ə vurarıq. 2-ni vurub 5-ə, 10-u alıb, 10-u vurub 5-ə, alıb 50. İndi də eləməlidir? 50-ni də vurmalıdır 5-ə, alınacaq 250. 50, 50-dən sonra 250, yəni. 5, 250, variantlara baxırıq. Hansı variantdadır? C variantı. Ona görə C variantını işarələyirik, keçid alırıq ikinci sualımıza. İkinci sualımız da görürük, yenə ardıcıllıq sualıdır. Yenə baxanda görürəm ki, artıb, artıb, sonra yenə azalıb, artıb, artıb, azalıb. Yəni, bu formada gedir. Bu formada gedirsə, yenə deyirəm ki, buna tək-tək yox. İlk öncə 2-2 və ya 3-3 qruplaşdırıb o şəkildə baxaq. İndi baxıram. 1, 5, 7, yenə 7, 11. Yəni, bu şəkildə baxsaq, yəni 2-2. Yəni 1, 3, 5, yəni cüt sırada, tək sırada olanları qruplaşdırıb baxsaq, görən belə olanda da alınmır. Artır, artır, olduğu kimi qalır, sonra yenə artır. Yəni nəsə düz gəlmir. Amma başqa cür qruplaşdırsaq, bayaq kimi 1, 4, 7, 10. Görürəm ki, 3-3 artıb da. 1-dən 4 alıb, 4-dən 7 alıb, 7-dən 10 alıb. Ondan sonra da indi 13 alacaqdı, amma sual işarəsinin yerinə düşmür deyə bizə ehtiyac yoxdur həmin hissələrə baxmağa. Sonra 4-dən 7, 7-dən 10, 10-dan da neçə almalıdır? 13. Yenə belə də baxanda burada da görürük 3-3 arta-arta
gedib. 13 alacaqdı. Yəni cavabımız olacaqdı C variantı. Yenə də amma digər hissəyə də baxaq, yerdə qalan ədədlərə. 5-dən 8, 8-dən 11, 11-dən də sonra 14 alacaqdı. Yəni gördüyümüz kimi bu şəkildə qruplaşdıranda çox sadə çıxır. Amma tək-tək baxmağa çalışsaydıq, deyərdik 1-dən 4 alıb, 4-dən 5, 5-dən 4, yəni çox qarışıq vəziyyət alınardı. O şəkildə də əslində qanuna uyğunluq var, amma çox qəribə qanuna olduğu üçün həm biz inanmayacaqdıq ona, həm də ki tapmaq da çox çətin olacaqdı. Yəni bu şəkildə qruplaşdırma ilə çox rahat tapa bilərsiniz. Amma deyək ki 1-2-2 baxdınız birinci. Yəni tək yerdə, cüt yerdə duranları bu şəkildə qruplaşdırıb baxdınız, gördünüz alınmır. Sonra 3-3 yenə qruplaşdırdınız, baxdınız, gördünüz alınmır. Ondan sonra 4-ə baxmağa ehtiyac yoxdur. Yəni qəbulda indi kimi 4 olmayıb, olacağını da düşünmürəm. 4 olsa artıq çox qəribə və mənasız düzülüş olacaq. Ona görə o şəkildə alınmasa, yenə təzədən qayıdıb 1-1 baxırsınız. Yəni elə hallarda olur. 1-1 gedib, yəni azalıb artma ehtimalı da olur. Orada artıq başqa bir şey olur. Yəni elə bir sual da var. Ona da gələn videolarda baxarıq. Keçid alaq 3-cü suala. 3-cü sualımıza baxaq. 3-cü sualımızda görürük ki, 3 dənə çöldə ədəd var. Bir dənə də daxildə, yəni ortada. Bilirik ki, ortadakı nəticə hissəsidir. Yəni elə düşünürük. Kənardakılardan ortadakını almağa çalışsın. 3 dənə ədəddən necə ortadakını ala bilər? Bunları vursaq çox bir ədəd alınır. Çıxanda 3 dənə ədəd deyə bir-birindən çıxmaq biraz absurd olar. Hansını birindən çıxaq? Daha çətin olar. Ona görə ən birinci, ən rahat ehtimal olan toplamağa baxaq. Kənarda 3-ünü toplayıram, alınır 25. Sonra deyirəm 25-dən ortadakı 10 necə ala bilərəm? Bir neçə yolunu ala bilərəm. Ona görə hələ ki ona baxmıram. Çünki rəqəmləri asilindən ala bilər və ya 25 kvadratlı ədəddir, köşə salıb nəsə üstündə iş görə bilər. Yəni belə şeylər var. Ona görə keçirəm ikinci hissəyə. Bunları toplayıram, edir 36. Yenə 36-dan 12-ni deyək ki, bir neçə yolla ala bilər. Hələ buna da baxmıram. Keçirəm 3-cüyə. Bunu da toplayıram 49. 4-cünü də toplayanda edir 1. Bundan sonra indi baxanda 49-dan 14-ü amma çox üstünə ala bilmir. Onsuz 49-un cəmi 2 vuruğu var. O da ikisi də 7-dir. Ona görə düşünürük ki, hamısı da baxanda 25, 36, 49, 1. Hamısı kvadratı ədədlər olduğu üçün düşünürük ki, bunları kökə salıb üzərində iş görüb. 25-i kökə salıb alıb 5. Sonra 5-i 2-yə vurub alınıb 10. 36-nı kökə salıb 6. 6-nı vurub 2-yə 12. 49-u kökə salır 7. 7-ni vurur 2-yə 14. 1-i kökə salır 1. 2-yə vuranda eləyir 2. Yəni görürük ki, kənardakıların cəmini kökə salıb 2-yə vurur. İndi biz burada yenə kənardakıları cəmləyirik. Neçə alınır? 81. 81-i kökə salanda olacaq 9. 9-u da 2-yə vuranda yazılmalı idi bu ortaya. Yəni neçə olmalı idi? 18. Bunu da bildiyimiz üzrə keçid alırıq 4-cü sualımıza. 4-cü sualda baxırıq ki, qara kvadratı 5-ə vurub qara kvadratın kvadratı alınır. İndi əlbəttə düşünürük ki, neçə ola bilər? 5. 5-i 5-ə vurur, alınır 5-in kvadratı. Sonra qara kvadrat 5-dirsə, onun yanındakı, sol tərəfindəki simvol olmalıdır 4. Cəmləri 9 olsun deyə. O simvol 4-dirsə, qara dairədə olmalıdır 3. Fərqləri 1 olsun deyə. Burada yazıram 5, 3, 4. Bunları cəmləyirəm, alınır 12. Sonra deyirəm 12 də C variantında var, yazım. Amma yazmazdan qabaq gözümüzə nə sataşır? Burada yazılıb ki, max. Yəni maksimum. Əgər burada bir qiymət alınırdısa, niyə bunun maksimumunu bizdən soruşur? Əgər maksimumunu soruşursa, düşünür ki, burada heç olmasa 2 qiymət alınmalıdır. Gəlirəm yuxarı, yenidən baxıram. Deyirəm, burada qara kvadrat 5 tapmışam da. Qara kvadrat 5-dirsə, bu simvol dəqiq 4 olmalıdır. O simvolda dəqiq 4-dürsə, digər dəqiq 3 olmalıdır. Yəni burada başqa bir variant ola bilməz. Ona görə nə varsa bu qara kvadratda var. Baxıram, qara kvadrat başqa qiymət ala bilir, yoxsa yox. Baxırıq, düşünürük qara kvadratı başqa nə yaza bilərik? Biraz çətin görsənsə də ki, nəyi 5-ə vuranda həmin ədədin kvadratı ola bilər.
Sonra ağlımıza gəlir ki, 0 da var. 0-ı 5-ə vursam, olacaq 0-ın kvadratı. Qara kvadratı ilə 0 yazıram. Solundakı simvol olur 9. O simvolun qiymətini aşağı yazıram. Qara dairə də neçə olur? 8. İndi baxıram. 0, 9, 8. Bunları cəmlə neçə eləyəcək? 17. Başqa da ehtimal görürəm yoxdur. 2 dənə ehtimal var. 12, 17. Bizdən maksimumunu soruşur deyə biz 17-ni götürməliyik. Minimumu da soruşsa 12-ni götürərdik. Bunu da bildiyimizə görə keçid alaq 5-ci suala. Zoologiya heyvanları öyrənən elmdir. Kinologiyada nə öyrənir? İtləri. Yəni burada bunu yadda saxlasa yaxşı olar ki, kinologiya olanda, yəni kino olanda, sanki əksidir də, kino olanda it öyrənir. Amma kine olanda bu artıq kinonu, yəni filmi öyrənir. Yəni kino özü kinonu öyrənmir, digəri kine olan, eynən bitən kinonu öyrənir. Kino olan isə, yəni kinologiya olan isə itləri öyrənir. Ondan sonra keçid alaq 6-cı suala. Anagram sualdır. Yəni bizə 5 dənə hərfləri qarışdırılmış söz verilib. Həmin sözləri bərpa edib, sonra fərqli olanı tapmalıyıq. İndi baxırıq A variantında hansı söz olar? Nisbətən məncə rahat görsənir, musiqi. Sonra baxırıq hansı rahat görsənir. Deyək ki, B-ni tapa bilmədik, C-ni də deyək tapa bilmədik. Lap deyək ki, D-ni də tapa bilmədik. Amma düşünürəm ki, Y-ni taparsınız. Y-də alınır gitara. Artıq musiqi, gitara. 2 dənə söz tapılıb deyə bilirəm ki, ya musiqi alətləri ilə bağlı sözlərdir, digərləri hamısı cavab musiqidir. Ya ümumiyyətlə kənar sözlərdir. Cavab da o kənar sözlərdən biridir. İndi baxıram, musiqi ilə bağlı, musiqi aləti ilə bağlı düşünməyə çalışıram. Elə düşünəndə D-ni tapa bilirəm ki, D qarmondur. B skripkadır. Skripka. C biraz çətin gələ bilər. C də fleytadır. Yəni nəfəsli musiqi alətidir. Görürəm ki, 4 dənəsi skripka, fleyta, qarmon, gitara musiqi alətləridir. Ona görə musiqi onlardan fərqlənir. Ona görə cavab olur A variantı. Sonra baxaq 7-ci suala. 7-ci suala da baxan kimi görsənir ki, 6 ilə 10-dan ortadakı 30-u alıb. 6 ilə 10-dan da 30-u necə ala bilər? Ya cəmləyib 2-yə vurardı. Hardasa 30 alınardı, amma alınmır, 32 alınır. Yəni, yaxın ədlər sadəcə almağa çalışıranda. Başqa cür də düşünürük ki, onda vursaq bir-birinə, çünki cəmləyəndə alınmır. Kvadratına da baxsaq, çox böyük ədəd alınır. 2 kiçik ədəddən böyük almalıyam deyə toplama var, vurma var, kvadrat var. Kvadrat çox böyük alındı, toplama ilə görə alınmır, vurma qalır. 6-nı vururam ona, eləyir 60. Sonra 60-ı da rahat şəkildə 2-yə bölsəm, 30 eləyəcək də. Sonra 6-nı vururam 8-ə, 48. 48-i 2-yə bölsəm, alınır 24. İndi 6-nı Y-ə vurub, 2-yə böləndə 6 eləməlidir. Buradan 6Y bərabər olur 12-yə, Y də bərabər olur 2-yə. Y-i 2 tapdıq. X-i də tapmaq üçün 6-nı vururam 4-ə, bölürəm 2-yə. O da alınır 12. Demək, X olur 12, Y olur 2. Sırayla istəyir, birinci X, sonra Y. Birinci X, sonra Y, baxıram hansı variantdadır? B variantında. Ona görə onu da işarələyirik. Keçid alırıq 8-ci suala. 8-ci sual deyirəm 4-dən 3-dən 17 alıb, 3-dən 5-dən 21 alıb, 9-dan 2-dən də alıb 24. Ona görə nə düşünürük? Düşünürük ki, bunları birinci vurub və s. eləyib, necəsə bunları ala bilirəm, yoxsa yox. Məsələn, 3-ü 4-ə vursam 12, sonra üzərinə 5 gəlsəm deyək ki, 17. 3-ü 5-ə vursam 15, üzərinə 6 gəlsəm 21. 9-u 2-yə vursam 18, üzərinə 6 gəlsəm. Bu 5-6-nı da həmin ədədlərin özündən ala bilmirəm. Hamısında üzərinə eyni ədəd gəlmir. Birində 5 gəlir, ikisində 6 gəlir. Yəni ona görə düz alınmır.
Ona görə nə edə bilərik? Ona görə başqa cür düşünürük. Cəmləmək də alınmır, vurmaq da alınmır. Ona görə düşünürük, bəlkə ikisi də var. Yəni, həm vurma olsun, həm cəmləmək olsun. Məsələn, baxaq, 4-ün 2 qatı 8, 3-ün 3 qatı 9. Cəmləyəndə edir 17. Birincinin 2 qatı, yəni 3-ün 2 qatı 6, ikincinin, yəni 5-in 3 qatı 15. Cəmləyəndə 21, 9-un 2 qatı 18, 2-nin 3 qatı 6. Cəmləyəndə 24. Hamısını ödəndi deyə gəlirəm aşağıda yoxlamağa. 6-nın 2 qatı 12, 5-in də 3 qatı 15. Toplayanı neçə eləyəcək? 27. İndi aşağıda hesablamalıyıq. Baxırıq ki, hansında 27 alınır. İndi hansında 27 alınır? Baxaq. Burada alınır məsələn 16 ilə 9 cəmləndə 25. D variantında alınır 6 ilə 21 cəmləndə 27. D variantı alındı deyə birbaşa D variantını götürdük. Uzatmadan keçid aldıq 9-cu suala. 9-cu sualda görürəm 25 ilə 17-dən 30 alıb. 85 ilə 35-dən 42 alıb. Bunları necə ala bilər? Toplasaq ədədin özlərini. 25 ilə 17-dən alınır 42. Sonra 42-dən 30-u rahat almaq olmur. Aldığımız yolla da digərlərini də ala bilmirik. Ona görə toplamaq deyil. Vurmaq olsa çox belə də alınır. Kvadrat da ola bilməz. Ona görə nə düşünürük? Çıxanda da deyək ki 8 alınır. Sonra 8-dən də yenə 30 rahat şəkildə alınmır. Ona görə düşünürük ki ədədin rəqəmləri olaraq baxaq. Necə? Məsələn buna 2, 5, buna da 1, 7 olaraq yanaşsaq. Yəni, bütün rəqəmlərin cəmi bu şəkildə yanaşaq. 2, 5, 1, 7. Hamısını cəmləyirəm. Alınır 15. Sonra 15-i 2-yə vuranda 30 alınır. 8, 5, 3, 5. Bunların hamısını cəmləyirəm. Alınır 21. 2-yə vururam 42. 1, 7, 2, 6 hamısını cəmləyəndə olur 16. 2-yə vuranda 32. Görək hamısını ödəndi. Ona görə gəlirik ən aşağı 6, 8, 1, 2. Hamısını cəmləyəndə edir 17. Bunu da 2-yə vuranda olacaq 34. 34 də görək hansı variantdadır? C variantında. Ona görə onu da işarələyirik. Keçirik 10-cu suala. 10-cu sual biraz qəliz görsənə bilər. Amma çox da qəliz deyil. Çünki burada görürəm ki, həmin simvol yalnız burada verilib. Başqa heç bir yerdə yoxdur. Bizdən də bu simvolu soruşur da. Yəni 20 ortasında hər hansı bir simvol 30. Bunun qiymətini soruşur. Bunun qiymətini də biz haradan tapa bilərik? Əlbəttə bu iki ifadəni bir-birinə eyniləşdirib tapa bilərik. Başqa cürdə tapmaq olmaz. Ona görə yuxarıdakı ifadəni bir də yazıram. Amma bu dəfə A, B yox, 20 və 30 yazıram. A, B-nin yerinə. Aşağıda 18 olduğu kimi qalır. 30 burada olduğu kimi qalır. Bir də dəyişənlər. 3A plus B. Burada A ilə B-ni haradan tapırıq? Biz A-nın yerinə 20, B-nin yerinə burada 30 yazdıq axı. Ona görə həmin sağ aşağıda da A-nın yerinə 20, B-nin yerinə 30 yazırıq. A-nın yerinə 20 yazdım oldu 3 vurulsun 20. Üzərinə yansın, B-nin yerinə də 30 yazmalıydıq. 30. Bundan sonra baxırıq ki, buna x deyək, bizə lazım olan hissə. X dedik, yuxarıda qalır, yəni sol tərəfdə qalır. 3x bölünsün 18. Nəyə bərabərdir? 30 bölünsün 90-a. Sağ tərəfi də ixtisar eləyək. Neçə ixtisar eləyək? 5-ə ixtisar eləyək ki, məxrəcdə eyni qalsın da. 18, 6. Düzdür? 18-də 3x, 18-də 6-ya bərabərdirsə, demək 3x bərabərdir 6-ya, x də bərabər olur 2-yə. Elə bizim də lazım olan x idi deyə, x-in qiymətini tapdıq 2. Görürsünüz ki, bəzən çətin görünən suallar əslində çox rahat yolla həll olunur. Sonra keçək 11-ci suala. 11-ci sualda yenə nə düşünə bilərik? Yenə üçbucağın bir ədəd ortasında verilib, 3 dənəsi də təpə nöqtələrində. Ona görə düşünürük ki, təpə nöqtə olanlardan ortadakını almaq lazımdır. Necə ala bilərik? Yenə 3 dənə rəqəmdir. Bir-birindən çıxıb nəsə eləyə bilmərik. Vuranda görürük. Çox bir ədəd alınır, kvadrat da yenə alınmır. Kökə salınacaq ədəddə deyil. Ona görə bunları cəmləmək lazımdır. 3-ünü də cəmləyirik, alınır 36. Sonra 36-dan 12 necə almaq olar? Yenə bir neçə yolunu almaq olar. Ən rahatı deyək ki, 3-ə bölünməkdir və yenə kökə sala bilərik.
Ona görə digər hissələrə də baxaq. İkinci üst bucaqda cəmləri alınır 3. Üçüncüdə alınır 24. Dördüncüdə alınır 0. İndi hamısını eyni yolunun almaq lazımdır. 30-dan 12, 3-dən 1, 24-dən 8, 0-dan da 0. Görək hamısını eyni yolundan necə almaq olar? Heç biri kvadratik, yəni yalnız biri və ya ikisini kvadratdan almaq olur. Ona görə bayaqki misaldakı kimi, məsələdəki kimi kvadratdan söhbət getmir. Amma başqa rahat yolunu eləmək olar. 36-ın bölüb 3-ə alınıb 12. 3-ü bölüb 3-ə alınıb 1, 24-ü bölüb 3-ə alınıb 8. 0-ı da nəyə bölsək onsuz? Elə 0 alınır. Yəni kənardakıların cəmini 3-ə bölürmüş. İndi kənardakiləri cəmləyirik axırıncıda. Alınır 45. Onu da 3-ə böləndə neçə alınır? 15. Yazanmadı 15, hə? 15. O da hansı variantdadır? Y variantında. Ona görə Y variantını işarələyirik, keçirik 12-ci suala. 12-ci suala baxanda yenə düşünürük ki, ilk öncə nəticə hissəsini tapmalıyıq da burada. Həm burada sualı qoyduğu yerə əsasən, amma həmişə sualı nəticə hissəsinə qoymur, onu da bilməliyik. Həm sualı qoyduğu yerə əsasən, həm çox böyük olmağına əsasən, yəni ortadakı görürük digərlərindən çox böyükdür də. Ona görə düşünürük ki, həm hissə nəticə hissəsidir. Yəni digər ikisindən onu alıb. İndi baxsaq, 11 ilə 3-dən necə 130 alıb, 9 ilə 2-dən necə 85 alıb, 1 ilə 6-dan necə 37 alıb. Yəni 1 ilə 6-dan daha rahat görsənə bilər əslində. Çünki 1-in üstündə bir çox əməlləri görəndə elə özü qala bilir. Məsələn, qüvvəti yüksələndə elə özü qalır. Və ya nəyəsə vuranda həmin vurulan ədəd olur. Ona görə 1 ilə olan hissələri tapmaq daha rahat olur. Düşünürük ki, 1, 6, 37 necə ala bilər? 37 onlara görə çox böyük ədəddir. Ona görə burada kvadrat, kub, nəsə belə bir şey var. Çünki vuranda alınmır. Toplayanda da alınmır. Kvadrata qaldırsaq, 36, 1. Cəmliyi edir 37. Yəni kvadratların cəmi imiş də, burada alındı. Amma digər hissədə yoxlamalıyıq hamısında. Hamısında alınırsa düzdür. 11-in kvadratı 121, 3-ün kvadratı 9. Bu ikisini cəmləyəndə alınır 130. 9-un kvadratı 81, 2-nin kvadratı 4. İkisini cəmləyirik 85. Gördük 3-ündə də ödəndi. Deyirik gələk cavabımızı tapaq. 7-nin kvadratı 49, 4-ün kvadratı 16. İkisini cəmləyəndə olacaq 65. 65 də hansı variantdadır? D variantında. Ona görə çox fikirləşmədən keçirik 13-cü suala. 13-cü sual əslində sadə sualdır. Sadəcə orada tamlarla verilib deyə 0,49, 0,49, 0,98 bizi çaşdıra bilər. Yəni o 0,49 deyil. 0,49'dur. Digəri 0,98, 2,94 belə. Ədədlər bu formadadır. İndi bura baxsaq, görürəm ki, ədəd olduğu kimi qalıb. 0,49, yəni 0,9. Eyni ədədin qalması üçün ya ədəd 1-ə vurulur, ya da üzərinə 0 gəlinir. Sonra görürəm, ədəd 2 dəfə artıb. Ona görə düşünürəm ki, elə birinci hissədə 1-ə vurmuşdu. Burada 2-yə vurub. Sonra baxıram, 3 dəfə artıb. Ona görə burada nə olmalıdır? Burada da 4 dəfə artmalıdır. Və növbəti hissədə də 5 dəfə artmalıdır. Yəni bu şəkildə gedilmiş. Ona görə 2 tam %94'ü vururuq 4-ə, alınır 11 tam %76. Bunu da bildiyimiz üzrə keçid alırıq 14-cü suala. 14-cü sualda anagram, analogiya qarışıq sualdır demək olar. İlk öncə bu hissələrdə sözləri bərpa eləməliyik. Birinci sözümüz olur novella. İkinci sözümüz olur funksiya. Üçüncü sözümüz də olur fotosintez. Ondan sonra baxırıq sağ tərəfə. Düşünürük ki, novella, yəni sağ tərəfdə nədir? Sadəcə fənlərin və ya elmlərin adları verilib. Ona görə düşünürük ki, novella nəyə aiddir? Ədəbiyyata. Ona görə 1 olacaq B. Digərlərin heç birində də aidiyyəti olmadığı üçün yalnız 1-ə B gedir. Funksiyaya baxırıq. Riyaziyyata aid termindir. Fotosintez də biologiyaya aid termindir. Ona görə olur 1B, 2D, 3A. Sonra keçək 15-ci suala. 15-ci sual qəbula bir neçə dəfə düşmüş. Məşhur ovçu sualıdır. Yəni rahat bir şəkildə əslində yəni həlləri çox rahatdır.
İlk öncə sadəcə yenə sualı başa düşməliyik. Baxaq ki, sual bizdən nə istəyir? 5 heyvan verilib. Heyvanlar L, M, K, N, G hərfləri ilə işarə olunmuşdur. Sonra deyir, 7 dənə də ağac verilib. Yəni 5-in arxasında artıq heyvan var, 2 dənə də boş ağac verilib. Bir də şərtdə bizə deyilir ki, bunun artıq 3 dənə şərti var. Birinci şərt ondan ibarətdir ki, ovçu indi bir-bir ağacların yanını gəzir. Ovçu hansı heyvanın yanına gəlirsə, heyvan oradan qaçmalıdır ki, şikara çevrilməsin. İndi heyvan hara qaça bilər? Daha doğrusu hara qaça bilməz deyək. Dolu olan yerə qaça bilməz. Yəni hər hansı bir ağacın altında heyvan varsa, həmin ağacın altında qaça bilməz. Bu birinci. İkinci, ovçu ilə yerini dəyişə bilməz. Yəni nə mənada yerini dəyişə bilməz? Deyək ki, ovçu cökədə idi. Cökədən gedir çinara. Bu çinarda olan heyvan da cökəyə gedə bilməz. Çünki eyni yolun üstündə qarşılaşacaqlar və ovçu onu öldürər. Yəni ovçu hardan gəlirsə, həmin yerə gedə bilməz. Bu ikinci. Bir də heyvan öz son çıxdığı ağacın arxasına qayıda bilməz. Deyək ki, birinci N haçansa cökədə olub, cökədən çıxıb, başqa da heç yerə etməyib. Yəni ən son çıxdığı yer cökədir. İndi ovçu bunun yanına gələndə bu həmin yerə qaça bilməyəcək. Əgər həmin yeri boşdursa. 3 dənə bu şərtimiz var. İndi suala baxaq. Gizlənmə imkanı da yoxdursa, yəni heç yerə qaça bilmirsə, ovçu onu tutur. Sonra indi bu sualı tapmaq üçün birinci cədvəl qururuq. Cədvəl qururuq, ağacların adını yazaq. Demək. Biraz belə, Demək, ağacların adını birinci yazaq. Cökə. Cökədən sonra çinar. Çinar. Palıd. Biraz qısa yazaq ki, hamısı yerləşsin. Palıd. Şam. Şabalıd. Şabalıd. Və yerdə də deyir, fıstıqdan küşnar 2 dənə qalıb. Bunu yazaq fıstıq. Bunu yazaq küşnar. İndi ağacları yazdıq. Bir də bunu cədvəl kimi belə bölək ki, səliqəli görsənsin. Bizə hardasa 8 dənə gediş lazım olacaq. 3, 4, 5, 6, 7, 8. Bu qədər kifayətdir. Yəni də ritmal 9 çəkək. Sonra indi baxırıq. Birinci cökən yanında L var idi. G çinar idi. N palıdın yanında. K şamın yanında idi. M də şabalın. Ovçu deyir birinci yerişdə hara gedib. İndi aşağıda oxuyuruq da. Ovçu deyir birinci yerişdə küşnarın yanına gedib. Ovçunu da belə nöqtə kimi işarələyək. Sonra deyir ovçu ikinci yerişdə şabalın yanına gedib. İndi ovçu şabalın yanına gəlib deyə. Şabaldakı heyvan qaçmalıdır. Yəni M qaçmalıdır. Hara qaça bilər? Boş baxırıq hara var? Fıstıq. Gəlir fıstığın yanına. Bu da L. İndi sizə rahat yolunu deyəcəm. Yəni çox rahat bir şəkildə, yəni bunu bir-bir hər dəfə fikirləşmirik. Hara qaçmalıdır, necə qaçmalıdır. Yəni çox sürətli doldura biləcəksiniz cədvəli. Sadəcə indi onu görməyin üçün bir neçə dənəsini yazaq. Məsələn 4-5 dənə yazaq. Ondan sonra həmin hissəni görəcəksiniz və rahat bir şəkildə doldurarsınız. Özünüz gələn səvə quranda elə sürətli qura bilərsiniz. İkinci yerişə baxdı, şabaldı yanına edib. Üçüncü yerişdə cökənin yanına gəlir. Demək, el qaçmalıdır. El indi hara qaçmalıdır? Çinar doludur, palıd doludur, şam doludur. Fıstıq doludur. Şabalda da gedə bilmir. Ovçu çünki şabaldan oraya gəlib, dedik ovçu ilə yer dəyişə bilməz. Küşnar qalır da. Demək, gəlməlidir küşnarın yanına. El yazdıq ora. Digərlərində, yerlərini dəyişməyəndə 6 yazaq ki, rahat görsənsiniz. Yerlərini dəyişməyəndə 6 yazmaya da bilərsiniz, əgər görə bilirsinizsə, problem yoxdur. Vaxt itirmək istəmirsinizsə, sadəcə indi birinci dəfə izahdır deyə bu şəkildə göstəririk.
Sonra da 4-cü yerdə palıd. 4-cü yerdə gəlir palıdın yanına. İndi palıdın yanındakı yenə qaçmalıdır. Hara qaçmalıdır? Görürəm Çinar doludur. Cökəyə qaça bilməz. Cökədən ovçu gəlib. Şamın yanına qaça bilmir. K var orada. Fıstığın yanına qaça bilmir. M var. Küşnarın yanına qaça bilmir. L var. Amma Şabalud boşdur. Şabaludun yanına qaça bilir də. Ona görə N qaçır Şabaludun yanına. Digərlərdə olduğu kimi aşağı yazaq. Sizə N-i biraz pis yazıq. W oxşar. Bunu bir düzəldək. Aha. İndi burada nə görürük? Yəni fikir versəz, el bura gəlib. Düzdür? Yəni el qaçıb. Hər dəfə, yəni qaçan heyvanlara baxsaz, yeni bir yerə qaçan heyvanlara baxsaz, ovçunun olduğu yerdən 2 aşağı. Yəni ovçu 1-ci yerdə küşnara getmişdisə, 3-cü yerdə qaçan heyvan küşnara qaçır. Ovçu 2-ci yerdə Şabalda getmişdisə, 4-cü yerdə, yəni ondan 2 yeriş sonra qaçan heyvan, yəni N Şabalda qaçıb. İndi 5-ci yerdə də bizdə hansı heyvan qaçacaqsa, hara qaçacaq? Cökəyə. Çünki hal-hazırda boş yer olan cökədir birinin. Birində heyvan var, yəni daha doğrusu 5-də heyvan var, birində də ovçu son dəfə həmin yerdə, yəni palıqda da hazırda. Yəni həmin heyvan palıqda da qaça bilməyəcək. Yəni həmişə ovçunun 2 qabaqçı getdiyi yer ki var, heyvan həmişə ora qaçır. Yəni cədvəl şəklində də quranda hər dəfə görəsiniz ki, burada nöqtə olacaq. Nöqtədən sonra boşluq, nöqtədən sonra ikinci boşluğa artıq heyvanın adını yazırsınız hər dəfə. Yəni doldursaz görəcəksiniz. İndi ardını dolduraq dediyimiz üsulla. Demək, hal-hazırda 5-ci yerişdə 5-ci yerişdə Çinarın yanına gedib. Gedirik Çinarın yanına. G-dir. G hara qaçmalıdır? Deyirəm Cökənin yanına qaçmalıdır. Yazıram bura G-nin adını. Sonra 6-cı yerişdə baxıram hara gedib? Şamın yanına gedib. Şamın yanına gedibsə K qaçmalıdır. K hara qaçmalıdır? Nöqtəni tapıram. 4-cü yerişdə palıqdaydı axı. Yazıram onun altına. Sonra 7-ci yerişdə baxıram. Yenidən palıdın yanına gedib. Palıdın yanına idi. Palud hardadır? Burada. İndi K yenə qaçmalıdır. K hara qaçmalıdır? Dediyimiz zaman nöqtədən 2-dən aşağı. Yəni bu hissəyə. Çinara. 8-ci yerişdə deyir fıstığın ətrafını yoxlayır. Gəlirik. 8-ci yerişdə. Bunları da istəyirsiniz belə yazaq. Sizin üçün qaranlıq qalmasın. Yəni bunlar yerini dəyişməmişdi deyə hələ həmin ağacdadırlar da. Ondan sonra bizə deyir ki, 8-ci yerdə fıstığın ətrafını yoxlayır. 8-ci yerdə gəlir bura. Deməli M qaçmalıdır. M artıq hara qaçmalıdır? Yenə nöqtənin 2 aşağısına. Deyir ovçu 9-cu yerdə hansı heyvanları şikara çevrilə bilər? Hansı heyvanları şikara çevrilə bilər? Aha, indi baxırıq. Bizdə boş yer haradır? Palıd. Yəni hansı heyvan qaçacaqsa, küşnar doludur, el var. Fıstıqda hal-hazırda ovçu var. Hara getsə, heyvan fıstığa qaça bilməyəcək. Yolda ovçu ilə rastlaşır deyə. Şabaludda N var, Şamda M var, Çinarda K-dır, Cökədə də G var. Yəni 6 ağac doludur. Yalnız biri boşdur, palıd. Yəni palıda hansı heyvanlar qaça bilmirsə, o heyvanlar şikara çevrilə bilər. İndi bayaqdan bizim burada istifadə eləmədiyimiz, çünki bizə lazım olmayıb, amma bizim bir dənə şərtimiz vardı ki, heyvan öz sonuncu çıxdığı yerə qayıda bilməz. Yəni baxırıq palıddan sonuncu çıxan heyvan hansıdır? N 4-cü yerdə palıddan çıxıb və hələ də Şabaluddadır, yəni sonuncu dəfə palıddan çıxıb. Bir də K. K da görürük 7-ci yerdə palıddan çıxıb və hələ də Çinardadır, yəni sonuncu dəfə palıddan çıxıb. Ona görə N və K-nı biz tuta bilərik. N və K. Cavablara baxıram 3 ilə 4. Hansı variantdadır? B variantında. Bunu da belə işarələdik. Və bugünlük olan izahımızın sonuna çatdıq. Sağ olun. Gələn görüşlərədək.